yaxşı oxuyuram dərslərimi. Ən çox nə sevindirir məni? Məsələn, musiqi ilə məşğul olmaq. Məsələn, mən qarmon çalanda çox sevincli oluram. Ən çox nədən qorxuram? Nədən qorxuram? Ən qorxulu şey mənim belə imtahanlarım görsən necə verəcəm, yəni onu necə keçəcəm. Mən 10-cu sinifdə oxuyuram, bizdə bu il imtahandır. Yəni biraz ondan qorxuram ki, inşallah yaxşı verirəm. Bəli, təbii ki də. Atanı çox istəyirəm də. Ən böyük arzum konservatoriya qəbul olmaq və qarmon müəlliməsi olmaqdır. Mənə qarmon dərsini öyrədən Vüsal müəllimə çox sağ ol deyirəm. O mənə əsərlər, rəqslər öyrədir və mən Safiyyətcə müəllimə, Sevinc müəllimə çox sağ ol deyirəm.